İşğaliyev Fariz xüsusi təyinatlı 14 ildə hərbidə qulluq edirdi. Orada əsgərlərə can verdi. Amma özünü fəda elədi. Son şəhid olduğu vaxt elə bir saatda da əsgər xilas eləməyə getmişdi. O əsgəri xilas elədi, amma özü şəhid oldu. 2007-2009-cu ildə ordu sıralarında xidmət edib, xidmətini bitirəndən sonra Azərbaycan Dövlət Tibb Universitetinin Hərbi Tibb Fakültesinə qəbul olub. 2011-ci ildə həmin məktəbi qurtarıb Münxədə xidmətini davam etdirmişdir. Xocavəndə qədər işğal olmuş ərazilərin alınmasında iştirak edibdir. Bir həkim kimi yaralıları həyata qaytarıbdır. O həkim olmasına baxmayaraq həm də yaxşı döyüşçü olubdur. 27 oktyabr Xocavənddə gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. İşğaliyev Fariz bayraq ordeni alıb, çox medallar alıb. Oğlum o medalları heç kimə əl vurmağa qoymur, atamındır. Xəyallar qurmuşdu, amma qismət olmadı heç bir xəyal. 53 ay gün atası dəfn oldu. Yəni atası onu bir saat görüb. Yəni onun qisməti olmadı. O futbol oynamaq istəyirdi onunla. O əyləncəyə qatılmaq istədi ki, oğlum mənim üçün o futbolu çox sevirdi. Mənim kimi futbol sevən olacaq, amma heç bir olmadı. İndi Əli futbolu çox sevir. Fariz mənim atamdır. Atamı çox sevirəm. Fəxr edirəm, atam qəhrəmandır. Şəhid xəbəri gəldiyi gündən mən söz vermişdim ki, oğlunun onun istədikləri kimi, xəyal qurduqları kimi böyüdəcəm inşallah ki, Allah mənə öncə səbir versin, oğluna can sağlığı versin. İnşallah ki, Əli savadlı atası kimi ağıllı bir evlad olar. Hər zaman qürurluyam ki, mənim qardaşım şəhiddir və qəhrəmandır. Qardaşım kimi oğulların sayəsində bizim torpaqlarımız azad olunur. Torpaqlarımız azad olanda çox mən fərəhli oldum. Hiss elədim ki, balamızın qanı yerdə qalmadı. Balalarımız ora can qoyub, şəhidlərin qanı tökülüb o torpaqlara. Azərbaycan bayrağımız ucada olsun. Mən fəxr edirəm ki, Farizin atasıyam. Əvvəllər mənə görə Farizi tanıyırdılar, indi Farizə görə məni tanıyırlar. Fariz balamın adını öz qardaş oğluna qoymuşam. Əmimin adını qoymuşam. Ay Fariz, əmim kimi qəhrəman olasan.